Bəzi adamlar bilirsiniz nə deyirlər? Məsələn, niyə haqqı demirsiniz? Məgər bu haqdır? Allah bütün tutulan qardaşlarımız, o ruhanilər, o dindarlar, hamısı Allah qapılarını açsın. Onlar bizim qardaşlarımızdır, onlar bizim canımız, ciyərimizdir. Allah onların qapısını açsın. Biz həmişə onlara dua eləyirik. Və yenə də eləyəcək. Bəzi adamlar deyirlər ki, niyə görə mənbərdən haqqı demirsən? Haqqı necə deyərlər? Axı, bax, sən haqqı düdün. Sən feyziyaba, feyziyat deyən adamsan. Sən özün nə bilirsən ki, haqqıdır, necə? Haqqı deməyən bir təri var, bir qaydası var da. Adama deyərlər ki, yaxşı haqqı deyirsən, gəl bura, bir an kadr qoy qabağımıza. Axı bu bizim həmişə yaralı yerimiz olub. Bugün bizim dindarların yaralı yeri oldu ki, məsələn, kimə deyirlər dindar, sən ala namaz qılandan uzaq ola, məsuliyyətsizdir. Bir dənə namaz qılana yaxın buraxmır. Bu imici siz yaratmısınız da. İndi isə haqqıdır. Haqqı necə deyək? Bu imici sən yaratmısan. Və ona görə gəlir elə bir cəmiyyət yaranır ki, mütəxəssisin dindən xəbəri yoxdur. Dindar da ki, feyziyaba feyziyat deyir. İndi gəl bunu baş açınan bu millətdən də. Niyə haqqı demirsən? Sən niyə görə öyündə inkişaf elətdirmirsən, kadr yetişdirmirsən? Niyə görə övündə yoxdur, qonşuda görürsən bir dindardır, bir cavandır. Bunu yönəltkinən ki, burada ömrü bəsdir bu sosial şəbəkələrdə giz-giz ona mesaj yazın ki, lazım olan işləri öyrənginən ki, sabah mütəxəssis lazım olanda Allahsızın birini getirib otuzdurmasınlar orada. Ama bu cinsi azlıqlar belə hüquq tələb eləyirlər özləri üçün. Sənə nə olub? Sən niyə eləmirsən? Sən niyə hüququ bilmirsən, qanunu bilmirsən? Niyə düşmüsən əl çatmayan arzuların dalıcan? Düz ol, əməlli ol, real bir dənə həyat qurgununuzə Allah üçün bir iş görgünən də. Boş-boşuna qışqırıb tutulmaq lazımdırsa eləyək. Amma iş görmək olmasın.